dəyərli izləyicilərimiz, günümüz uğurlu olsun. Deməli, hamımızın kantsız tanıdığımız kimi Hyundai Sonata 2008-2009 modeli, 20 modeli. Deməli, müştəri onun, sahibi onu 4 ildir bu maşını idarə edir. O maşında olan yağların hamısının yenisi ilə əvəz olunduğu kimi, lavabonun yağının da əvəz olunmağa ehtiyacı var. Deyək ki, belə 2 tarafqa yağının dəyişilmə vaxtından bir lavabonun yağını dəyişsəz də məsləhətdir. Deməli, inşallah bugünkü gün bu Hyundai Sonata'nın lavabonun yağı dəyişiləcək. Filtr rolunu oynayır, baçoku. Sirkulyasiya gedib gəlir, dövr elədiyi üçün yağı. Baçoku da yuyulur. Baçokların hamısına aid deyil yuyulmaq, təmizlənmək. Hamısı yox, dəyişilən baçoklar var. Bu maşının üzərindəki baçok yolun üzərinə təzədən yolu tutma qoyulan baçokdandır. İnşallah o işlər görülür. Özüm belə sərbəst danışam ki, hər bir şey çünki təbiidir. Çox adam orada yazır ki, nə bilim, dostları da videoda danışan, tanışları da videoda danışan, yox. Təbii özüdür. Belə çox maraqlı olsa, gələrsən, yaxınlaşarsan, özün də görərsən hər şey. Tam şahidi varsın. Çox sağ olun.